Həyatınızda dada biləcəyiniz ən ləzzətli blinçik tortu. Krem üçün sizə lazım olacaq qatlaşdırılmış süd, yəni squşyanka, qaymaq və krem pendir. Yaxşıca qarışdırdıqdan sonra mütləq soyuducuda saxladım. Xəmir üçün 3 ədəd yumurta, 1 stəkan süd, 1 stəkan un və 1 stəkan qaynar su. Suya mütləq şəkildə soda əlavə edin ki, blinçikləriniz qəşəng alınsın. Blinçiklər bişdikdən sonra artıq tortu hazırlamağa başlaya bilərik. Mən banan və çörəkdən istifadə etdim. Siz isə istənilən digər meyvələrdən istifadə edə bilərsiniz. Sırayla blinçik xəmiri, krem və meyvələri düzüb tortumuzu tamamlayırıq. Çox sadə hazırlanır və çox ləzzətlidir. Hər kəsə nuş olsun.